Özüm xoşum gələndə, məsələn, paylaşıram. Amma başqa kimisə obraz eləmə fikrim yoxdur. Düzdür, çağırdılar, getmirdim, amma siz ısrar elədiniz. Çağırdınız, gəldim. Buradan sizə bir maraqlı xəbəri verim. APTV bugün məni çəkibdi. İndi burada da artıq görünürəm. Mənim üstümə nə yetişmişsə, bura deyil də bir yəstə deyirəm. Məndən nə istəyir? Bizim yaxın dost tanışım var ki, bilmirlər. Eləsi var, şübhələnirdi ki, bu sənsən, sənin səsi oxşuyur. Deyirəm, yox. Paşinyanın özü ilə görüşsəz. Salamlaşaram. Nə deyərəm, mən idim o. Anya, dur paltarım hazır, gedirəm APTV-yə. Nigar xanım orada məndən müsahibə alacaq. Qəşək gülür o da. Belə. Buruna bak. Arada danışanda nətər deyir, paşiklə başladı, paşiklə bitdi. Müharibə qutarıb hamı çıxıb gedib, bu da düşüb ortaya. Gendroz belə gəzir, mənəm. Hani? Yer gedirsin. Salam əziz tamaşaçılar, Ekstranın bugün çox maraqlı qonağı var. Onun səsi ölkədə populyar olsa da üzünü ilk dəfə görəcəksiniz. Qonağımız Maşallahoğlu ləqəbi ilə tanınan Abdullah Maşallahoğludur. Tamaşaçılarımız onu Paşinyan haqqında hazırladığı maraqlı, məzəli videolarından tanıyır. Bilirsiniz, mən onu deyirəm ki, bravo, Maşallahoğlu yoxdur buralarda. Çəksin, paylaşsın da, nə? Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Dəvət etdiyinizə görə minnətdaram. Paşinyanı dublyaj etmək istəyi, marağı necə yarandı? Paşinyanı dublaj eləmək marağım, yəni istəyim 2020-ci il idi. 44 günlük müharibədə, elə öncədən deyim, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsində oktyabr ayıdır. Mən işləyirdim, işdə gördüm cəmaat döyüşür, hərə bir işlə məşğul. Dedim, mən də bir işlə məşğul ola bilərəm. Yəni, əlimdən gələn bəlkə də cəmaatı güldürə bilərəm. Telefonda bir dublaj düzəltdim. Onun bir videosu var idi, həyat yoldaşı ilə. Onu dublaj elədim. Heç bilməzdim ki, belə reaksiya olar, sevilər. O dublaj elədim, bir-iki dosta tanış atdım. Bir neçə saatdan sonra gördüm, bunu mənə başqaları statuslarına qoyublar, məni atırlar, yayılıb. Hətta Türkiyədən məni atdılar ki, buna baxımsan. Üstünə də Maşallahoğlu yazmışdım. Bir neçələrdə məndən şübhələnmişdi ki, mənəm. Dedim, yox, mən deyiləm. Belə, mən də baxdım ki, videomu mən düzəltmişəm. Bir TikTokum var idi, təzə açılanda. Yüklədim TikToka. TikTokda baxdım ki, baxış var, nəsə maraqlıdır. Dublajım maraqlı çıxıb. Ondan sonra səhəri ikinci dublaj, beləcə elə dublajlar oldu, bir də adı oldu Maşallahoğlu. Maraqlı idi. İndi 5 ildir artıq dublajlar gedir. İndi Allah xeyir eləsin. 2 gündən sonra Ayarıq mənə məlumat verdi ki, əksər mövqelərimiz həşdürüt oldu. Qısa olaraq özünüzdən məlumat verin. Harada doğulmusunuz, harada böyüyüb boya başa çatmışsınız? 1977-ci ildə Qubadlı rayonundan anadan olmuşam, Əlqulu Şah kəndində. 15 yaşında köçkün düşmüşəm. Hal-hazırda Bakıda yaşayıram, 2 övladım var. Mənim gözəl məktəbim. Bu da Əlqulu Şah kəndi. Bizim də ev orada. Məktəbdə neçə il oxudum, 6 il. Amma qəşəng xatirələr var idi məktəbin, heyf deyildi. Siz təsəvvür edirsiniz ki, dağılmış evin daşlarını da yığıb aparıblar, irilərində qara daşlar orada, hamısını yığıb aparıblar. Xaraba qoyublar da, xaraba qoymuşdular. Yəni hiss odur, amma bir tərəfdən rahatçılıq odur ki, torpaq da kəndi özümüzdədir, torpaqlar qayıdıqdır. Paşinyanın hansı hərəkətləri parodiya üçün daha əlverişlidir? Onun əsas, məsələn, qışqıra-qışqıra danışmaqları, məsələn, əsəbləşəndə danışmaqları, sonra yəni aktiv hərəkətləri və əsəbləşəndə danışmaqları, bir də gülməkləri tam uyğun idi. O dublajlara yarıyır deyənə və onlardan çox istifadə edirdim. Əsas dublajlarımda yəni əksəriyyəti o aktiv, məsələn, hərəkətli videolar üzərində dublaj eləmişəm. Onunla maraqlı çıxır, yəni sakit danışanda yaraşmırdı, amma o qışqıra-qışqıra, əsas da müharibə vaxtında o qışqıra-qışqıra olan videolar daha maraqlı idi. Mənim üstümə nə yetişmişsə, bura deyil də bir yəstə deyirəm. Məndən nə istəyir? Qarabağı mən vermişəm.
Videolarınızı 44 günlük müharibə ərəfəsində hazırlamışsınız, az öncə də bildirdiniz. Siz bu videoları hazırlayıb yerləşdirəndə sosial şəbəkələrdə hansı rəylər gəlirdi? Yenə də deyirəm, bəlkə 100 şərh yaxşı olsaydı rəylər, onun 5-i kimsə yazsaydı ki, olmaz, bu nə deyirsən, mən onu o dəqiqə saxlayardım. Yəni ki, deyərdim, yox, cəmaət narazı. 100-ü razıdırsa, 5-i də nəzərə almaqda olmaz. Yəni, heç mən görmədim. Yəni, şəhid anaları, şəxsən mənim çox izləyicim var, şəhid anaları, məsələn, qazi anaları, qazilər özləri. Onlar həmişə mənə o qədər şərhlər gəlir ki, mənim bir ağlaya-ağlaya sən məni güldürdür. Yəni, müharibə ərəfəsində hamı yazırdı da, yəni ki, hər adamın işi deyil adamı güldürmək. Müharibə gedə-gedə, şəhid verə-verə. Elə bir ki, mən də bu tərəfdə nətər deyimi, bir mübarizə aparırdım. Mən də işdən yorluq gəlib evdə yatmışam. Daş kimi yoldaşım Aniyə gəldi ki, bəs Paşıq dur, müharibə başlayıb. Mən dedim, az başlayıb da qoy biləcəkdim. Dedi, dur ayağa azabızın olsa, girdi Qarabağa, məni taxdı belə. Mən də dedim, az girdi dələ, qoy öz torpaqlarını qoy girsinlər, bax belə olur. Tez durdum tələsi, 2 ayağımı bir şalvarı, 2 ayaqqabıya belə geydim, tutdum həyətə. Əl attım telefona, yığdım ayarı ki, dedim, nətərdir vəziyyət, hardasan belə? Qayıtdı koridordayam. Dedim, nətər koridordasan, bə deyirlər, müharibə başlayıb. Qayıtdı, Laçın koridorunu yox, evdə koridordayam. Yəni, mən elə bu şərhlər, yazılan şərhlərdən deyirəm, ha. Ki, mənə deyirlər ki, məsələn, sən də bu tərəfdə bir mübarizə aparsan, insanları güldürürsən. Mən yəni pis belə qeyri heç nə yazan olmuyor. Ona görə də davam elətdirdim. Yəni deyirəm, olsaydı saxlayardım, belə də maraqlı gedirdi. Rusiyadan çox yazırdılar. Məsələn, Azərbaycanlılar var orada. Oradan çox izləyirlər məni. Hətta orada yazırdılar ki, bütün ermənilər burada baxırlar, gülürlər. Erməni şərhləri olub, amma gülmə işarələri qoyublar. Yəni negativ, yəni negativ pis heç nə yazmayıblar. Amma indi orada özlərinə fikirləşirlər, nə deyirlər bilmirəm. Yəqin ki, satirik olduğun, onların da əksəriyyəti bizim dili bilirlər də, öyrənirlər, bilirlər. Yəqin ki, satirik olduğuna görə baxırlar ki, yəni təhqir yox da, gülməli, satirik suldadır. Bir şey də bəyənərlər, bəlkə də indi o haqda deyənmərəm, amma özümüzdən xalq deyə bilmərəm, indi kütlə var da, indi maşallah olur, izləyici kütlə var, baxan. Yəni, pis heç nə görməmişəm. Mən indiyə kimi görünmürdüm. 5 ildir sizin sayənizdə sağ olun, təşəkkür edirəm, çağırdınız, maraqlandınız. İlk dəfə olaraq bizim proqramda görsənirsiniz. Axır ki, sizi yola gətirə bildik. İzləyicilərim çox yazırdılar ki, bir görsən. Amma arada bəziləri yazırdı, görsən mən maraqsız olar. Elə bir ki, çoxluğu azlıq yazana inanırdım ki, bəlkə də maraqsız olar deyənə. Axır ki, belə qismət böyünəymiş. Paşinyanı təqlid eləyəndə heç olubmu ki, obrazın içində qalasınız? Deməli, Lori dildə deyim, o dublajlar əvvəl eləyəndə maraqlı gəldi. Yəni, sizə bir söz deyim, bir insan nəyəsə alüdə olur, bəlkə də bu mənim özümdən də asılı olmadı. Elə bir ki, bir insan nəyəsə alüdə olur da, elə bir bu dublajlara alüdə oldum. Həm maraqlı oldu özüm üçün. Haradasa gedirdim, məsələn, işə gedirdim, fikrim qalır ki, təzə video tapım birini eləyim. Bəlkə də mənə lazım deyildi, kiməsə də lazım deyil. Haradasa dost tanışlarla otururdum, onlar gözləyirdi, mən benim maşına çıxıb gedim ki, gedim bir dənə dublaj eləyim. Bir alüdə kimi olmuşdu, açıq deyəm mənə. Xoşlayırdım, yəni deyirdim, birini də səsləndirim. Dublajı səslənməyəndə darıxırdım. Elə gün olub, ikisinin üçün səsləndirmişəm əvvəllər. Yəni, açığı səsləndirməyəndə darıxırdım. Yəni, budur. O dublaja qapılmağa deyirsə, yəqin və elə qapılmışdım. İndi oradan çıxmaq istəyirəm, çıxa bilmirəm. O yuxarı bir televizor qoyun, sabah Xankəndində paradda nə? Orada baxacaq. Mahnıda deyir, baxmaqdan savayı gözə nə qaldı? Bizə nə qaldı? Ümumiyyətlə, bir video ərsəyə gətirmək nə qədər vaxtınızı alırdı? Video elə olub ki, mimika deyək də, hərəkətlərdən, onların ağız tərpətmələri ilə bizim ağız tərpətmələrimiz fərqlidir. Amma çalışıram ki, orada ağız tərpətmələr düz gəlsin, vaxtı biraz o çox aparır. Səsləndirmək, yəni hərəkətləri, əsas hərəkətlərə, bir də ağız tərpətmələrə üstünlük verim. Video olub yarım saat, video olub 1 saat. Video olub ki, məsələn, çox yüngül olub, səsləndirmişəm, rahat video olub 15 dəqiqə. Bir günü olan da olubdu. Yəni, bu fason. Əgər
Generoz danışanda bilmir değil olacak. Ha bir dakika dayan. Ha nədir? Ha bir dakika dayan da. Bu qədər mükəmməl necə bacarırsınız? Həm jestlər, həm hərəkətlər, həm sözlərin oturuşu. Məndə, yəni deyim də, bilmirəm, bəlkə də mənim istedadım var. Var. Mənim dost tanışlar da, hamısı da hardasa oturanda mən biraz mühiti şənləndirən adamam, deyən gülən adamam. Hamısını özüm fikirləşmişəm. Yəni mətnləri nəzərdə tutursa, bunların hamısını özüm düşünürəm. Yəni heç elə olub yazmamışam. Başımda bir dəqiqəlik video, dəqiqə yarımdır. Onu yaddaşında saxlamışam, videonu kəsmişəm. Səsləndirirəm, sonra başlayıram. Bir-iki dəfə baxıram, görüm bu nətər tutub. Elə olur ki, alınmayıb, məsələn, tərpətməyə ayırır, təzədən səsləndirirəm. Özümün xoşum gələndə, məsələn, paylaşıram. Xoşum gəlməsə paylaşmıram. Bu sizə pul qazandırıb, qazanc əldə eləmişsiniz bunlardan? Qazanc əldə eləməmişəm. Yəni deyim ki, mən TikTokda paylaşmışam. Orada da bilmirəm qazanc nədir. Onu ancaq mənə dedilər ki, canlıda çıxıb oturmasın. Mən də canlı açmıram. Orada mənə yəni, dost, tanış dublaja görə 500 manat arada görsən belə, yəni nətər deyim elə. Bir də arada onun dilindən təbriklər, biraz çətindir təbrik yazmaqda izləyicilər arada. Təbrik, məsələn, o təbrik eləyir də kimləsə statusuna qoymaq üçün istəyirlər və belə eləmişəm. Yəni deyim, bu dublajlardan elə qazancım olmuyor. Sırada hansı obrazı var ki, onu da istəyərdiniz dublaj eləmək? Sırada obraz yoxdur. Yəni bu qəti fikrimdir. Yəni bundan gördüm ki, bura girib çıxa bilmirəm, bu dublajlara. Sonra keçərəm o birisine, bir də aylarım ki, mənim 55-60 yaşım var. Yoxdur, fikrimdə yoxdur. Ola bilər özüm indi də sizin kanalın vasitəsilə, yenə deyirəm, sizə təşəkkür edirəm. Çağırdınız, düzdür, çağırdılar, getmirdim, amma siz israr elədiniz. Çağırdınız, gəldim. Buradan sizə bir maraqlı xəbəri verim. APTV bugün məni çəkibdi. İndi burada da artıq görünürəm. Ola bilər TikTokda zaten danışaram izləyicilər üçün indən belə. Belə danışaram, amma başqa kimisə obraz eləmə fikrim yoxdur da. Allah'a şükür, sülh qabağı, hər şey yaxşıdır. Hər şeyin deyir bir başlanğıcı, bir sonu var. O kinoda deyir, mən də bu elm aləmini tərk edib gedirəm. Fikirləşdim ki, yəqin qohum əqrabanın istəmirsiniz sizi tanısın üzdən ki, dublajları siz eləyirsiniz. Ona görə fikirləşdim, gəlmək istəmirsiniz, danışmaq istəmirsiniz. Ümumiyyətlə, ailənin, qohumların, dostların reaksiyası necə olub? Pis olmayıb. Yəni, qohum əqraba, vallahi elə qohumum var, deyir, bir də görsəniz videolara baxırlar, deyirəm, mənim qohumumdur, deyirəm, nömrə zad verin, danışaq, deyirəm, mən dünya şöhrətli ulduz deyiləm, belə maraq üçün də, insanlarda maraq. Qohumlarım bilirlər, bilməyənlər də var. Məsələn, yaxın dost tanışım vardı ki, bilmirlər. Eləsi var, şübhələnirdi ki, bu sənsən, sənin səsiv oxşuyur, deyirəm, yox. Hətta məni izləyirdilər, görək bu belə şeylər. Mən qohum əqrabadan, dostdan, yəni ətrafımdan belə pis baxan olmayıb. Elə olubmu ki, bir neçə səs lazım olub, kimisə köməyinə ehtiyac olub, onda necə bəs? Deməli, Paşinyanın bir neçə videosunda, məsələn, jurnalist ona sual verir. Orada mənim balaca qızım var, onda elə 5 yaşı vardı, 5-də oxuyurdu. Ondan istifadə eləmişim, o da nətər demişəm, gəl jurnalistin səsini çıxart, elə bir şey, yəni Paşinyana sual verib, bir kəlmə ki, arasa nə vaxt gedərsiniz, bu qısa olub. Bir-iki dəfə səslənmişim, başqa yoxdur. Köməyim, heç kimin səsini istifadə eləməmişəm. Hamısını tək özüm dublaj eləyirəm. Yəni, özümdə, yəni hamısı özüm. Mətnin hamısı özümə aiddir. Tanınmış şəxslərdən, siyasətçilərdən siz nə əlaqə saxlayan olub? Maraqlanan olub? Mənim, valla, bəlkə də saxlamaq istəyərmişlər. Çünki mən nə heç nömrə paylaşmamışam. Çox salam yazanlar olub, əlaqə nömrəsi verir. Yəni, cavab verməmişəm. Çünki demişəm ki, gizli qalsın, maraqlı olmaq üçün. Yox, yəni olmayıb. Paşinyanın özü ilə görüşsəz, necə reaksiya verərsiniz? Nə deyirsiniz? İndi Allah qoysa da hər şey yaxşıdır. Bakıya gəlsə, belə gedib salamlaşmaq olar gələcəkdə. Yəni, gəlsə, gedib salamlaşaram. Nə deyərəm, mən idim o. Diqqət, burunlar yekədi, az ver dur görüm. Hə, indi əladır. Çık.
Bir abarotda belə. Hamı üstündə nə? Belə bax. Deyən sən də çəkimsən, düşmədin. İndi sən düşməyib nə vaxt düşəcəksin? Ətini tökəcəksin. Çox güman gözü də baxır. Çünki buna milyonlarla adam baxırsa, yəni mən bilirəm də hamı, çox adamlar baxır. Deyirlər ki, ermənilərin hamısı baxır. Ermənilərin çoxu işin gücünü buraxıb, sənin dublajlara baxır. Yəni bəlkə də özü də baxıb, baxmamış olmaz. Çünki sosial şəbəkədir. İndi ona da göstərirlər ki, belə bir şey var. Bəlkə də bizim dili bilir, baxır, xoşu gəlir ona görə. İzlədiyiniz bir siyasətçi var ki, hansı ki istəyərdiniz onu dublyaj eləmək? Bizim siyasətçilərdənmi, ya xaricilərdən? Bizimkilərdən. Yox, yəni heç fikrimdə yoxdur eləmək. Məndə nətər deyək, Paşiklə başladı, Paşiklə bitdi. O kinoda deyir, diqqət indi məni göstərəcəklər. Videolarınızda sanki iki xalqı bir barışığa gətirmək duyğusu var. Bunu mən çox vaxtda deyirəm. Bu bəzi sözlər orada, düzdür, mən siyasətçi deyiləm, indi müharibə istəməyənlər də vardı, istəyənlər də. Yəni bu iki milləti hansısa qüvvələr vaxtı ilə bir-birinə düşman eləyiblər. Düzdürmü? Yəni bunlar artıq nə varsa barışmalıydı. Düz ildə olub, əvvəllər də olub. Bu nə varsa barışıq olmalıydı. Çünki bu iki milləti də bir-birinə düşman eləyiblər. Kim qırılıb? İkisindən qırılan hər iki millətin balaları olub. Şəhidlər vermişik, onlar da itkilər verib. Amma bu bir sonda barışıq olmadı. Çünki o qədər güclü qüvvələr var ki, qoymazdı biz barışaq. Allah şükürlər olsun, Allah ordumuzu qorusun, Allah dövlətimizi, prezidentimizi qorusun ki, yəni buna nail olub. Hə. Sülh hər iki tərəfdən, yəni o kim ki deyir, müharibə erməni ilə dostluq olmaz. Olar, olmaz. Vallahi mən deyim də o erməni ilə dostluq olmaz, barışmaq olmaz deyənlərin, çünki bəlkə də evindən şəhid çıxmayıb. Bəlkə də onların yaxın əqrəbası ölməyib. Çünki istənilən gələcəkdə olan bir münaqişə hansısa bir ananın evdə şəhid gözləməlidir. Yəni başqa heç nə yox. Sülh olsun. İndiyə kimi nə olub olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlar da alınıb, ərazi bütövlüyümüzdə. Mən şəxsən öz adıma sülh istəyirəm. Bizim üçün Paşinyandan bir səsləndirmə eləyərdiniz. Anya, dur paltarımı hazırla, gedirəm APA TV-yə. Nigar xanım orada məndən müsahibə alacaq. Gedim müsahibə verim, gəlim Allah Makronun evini yıxsın. Makron imkan verdi ki, bir görüm nə qayıram, nə eləyirəm. Mən söylədim, bunu effektlə eləyəndə, şey eləyəndə daha maraqlı olur. Təşəkkür eləyirik. Çox yəni, o elə bir şey nətəri şirinlik qatır da, mənim o proqramım ona şirinlik qatıram bu səs sözünü. Əsas tamaşaçılarım hımıltını, mənim o qədər izləyicilərim var, deyir, ancaq o arada danışanda buna görə girirlər. Bu hımıltını da orada bir balaca o şirinlikdən qatanda daha ləzzətli olur. Yəni adam var ki, mənə yazırdı ki, bir dənə o səsi, hımıltı səsin WhatsApp-da səslə atma, onu məsələn qulaq asacağım hər gün ona, ya baxacağım belə, ya telefonuma deyə zəng qoyacağım. Çox adam var. Hımıltıydı, bir də gülməyi var. Qaqqıltılı gülməkləri çox maraqlıdır. Deyəcək. Bilirsiniz, Hindistan suyun qrantını bağlayıb, Pakistana bir qram da su getmir. Paşinyanın gülüşü necədir? Qəşək gülür o da. Necə o da qəşək gülür, belə. Amma effekti verəndə də qəşək. Deməli, Azərbaycan xan kəndində parad keçirir. Bunlar da burada arcaq qalma. Buruna bax. Yaxın çevrəniz, dostlarınız sizə heç olubmu Paşik deyə müraciət edib? Bir saat bundan öncə deyiblər. Mən gələndə evdən biraz tez çıxdım ki, yəni vaxtında demişəm gəlim. Birdən tıxacacada düşərəm. Gəldim Nərmanovda, mənim dostum var. O da işdədir. Oturdum orada bir çay içəndə gördüm, gəlir. Qapıdan girəndə deyirdi, qardaşım Paşik. Gəldi bir çay içdi. Axırı dəfə deyiblər, çox deyirlər. Sizi qıcıqlandırmır mı? Yox, yox. Maşalloğlu deyənlər də var. Paşik deyənlər də var. Küçədə sizi elə səsləyəndə bəs necə reaksiya verirsiniz? Mənim bəzi dostlarım var ki, məsələn, mənə görsən deyir Arduş, Mimika ilə, Samvel, Sumbat. Bunlar mənim dublajlarımda simvollardır. Dublajlarda həmişə Paşinyan kiməsə nəsə çağıranda Arduş, məsələn Surmatuş, ondan sonra Durdanuş, hətta Xurmanuş, belə adlardan çox istifadə eləmişəm.
O adlardan da mənə görsən yazanda deyir, Arduşdur. Belə çox istifadə edir. Dost-tanış arasında hə. Eləyirik. O da o simvolik, dublajların simvolik adlarıdır. Bəs küçədə sizə paşıq deyəndə ətrafdakıların necə reaksiya verirlər sizə? Yaxınlarda bir markete girdim. Kız satıcı idi, bir kadın da oturmuştu. Neyse alırdım. Gördüm o tarafta oturan kadın deyir ki, kardeşim sizin səsiniz mənə yaman tanış gəlir. Dedim ola bilər. Dedim ki, nətər gəl? Deyir bir şirin səsim var mənim. Dedim sən maşallah olub TV bax. Dedi Paşinyan dedim hə. Dedi baxıram dublaj deyirəm bu mənim səsimdir. Durdu məni qucaqladı. Deyir ki, bəs mən ölmürəm bu səsdən ötürü. Elə görmək istəyirdim səni. İndi deyir ki, dəqiq olsa şübhələnir. Dedim, dəqiq mənim pasportumu çıxartdım, göstərdim. Deyir, baxdı ki, orada yazılıb maşallah oğlu. Ondan sonra əl çəkdi. Ən çox istifadə elədiyiniz frazalar, cümlələr hansılardır? Nasıl çox deyib bilmirəm hansını deyim. Yəni qatıb qarışdırmışam. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz, gəldiniz. Təşəkkür edirəm sizə. Mən də sizə minnətdaram, çox sağ olun. Vallahi elə sizin TV-yə də, sizə də minnətdarlığımı bildirəm ki, axtardınız, aradınız. Mən də gəldim, müsahibə verdim. İlk dəfədir müsahibə verirəm. Mənim üçün hesab edirəm, bir çətin oldu. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik sizə. Belə hörmətli tamaşaçılar, bugünkü qonağımız Maşallah oğlu idi. Sağ olun, salamat qalın.